beşincidə Bakıda bandonada, Okşuya Osmanada Mıqın bir Hameysan beşincidə valideynlər və dəyərli ziyalılar. Sizi beynəlxalq ana dili gününə həsr edilmiş tədbirdə salamlayırıq. Tədbirin adından da bəllidir, ana dili günü. Bugünkü tədbirdə biz ana dilinin əhəmiyyətinin, onun yaşadılmasını və gələcək nəsillərə ötürülməsindən danışılacaq və bir daha gələcəyimiz olan övladlarımıza borc çatdırılacaqdır. Tədbirimiz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəzdində fəaliyyət göstərən Talış icmasının dəstəyi ilə keçirilir və bugünkü tədbirimizdə hörmətli rəsmi qonaqlarımızla yanaşı Talış ictimaiyyəti də iştirak edir. Bir daha hamınızı salamlayıram. İlk olaraq söz verilir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin direktoru Rəvan müəllimə. Buyurun Rəvan. Əziz qonaqlar, hörmətli xanımlar, cənablar, dəyərli ağsaqqallar, alimlər və təbii ki, əziz körpələr, əziz şagirdlər, əziz uşaqlarımız, xoş gəlmişsiniz. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində sizi salamlamaqdan çox şadıq və mən həm təşkilatçılara, həm İmamverdi müəllimə, Gönül xanıma bu tədbirin bu dəyirmi masanın ərsəyə gəlməsində yaxından iştirak edən hər kəsə təşəkkürümü bildirirəm ki, bunun önəmini hər birimiz anlayırıq. 21 fevral Beynəlxalq Ana Dili günüdür və 1999-cu ildən UNESCO-nun qəbul etdiyi qərarla bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd olunur və bunun əhəmiyyəti nədən ibarətdir? Birincisi, demək olar ki, hər gün dünyada bir dil ölür və dil yalnızca ünsiyyət vasitəsi olmadığını hər birimiz bilirik. Dil kimlikdir, dil yaddaşdır, dil nəsillər arası körpüdür, keçmiş də bugünün və bugün də gələcəyi bir-birinə birləşdirən bir vasitədir. Və ona görə də dillərin qorunması
necə ki, xalqların qorunması, mədəniyyətlərin qorunması, necə ki, inancların qorunmasıdır. Bunun ən mühüm hissəsi də dillərin qorunmasıdır. Azərbaycan həmişə fəxr edib ki, çox mədəniyyətli, çox millətli, çox konfessiyalı və çox dilli bir coğrafiyadır. Burada yaşayan bütün xalqların dilinin, mədəniyyətlərinin və inanclarının qorunması nəinki bizim hər birimizin, hər bir vətəndaşımızın içində olan hisslər və gündəlik həyat tərzidir. Eyni zamanda Azərbaycan dövlətinin də əsas dövlət siyasətidir. Məhz ona görə də biz Talış icması ilə bərabər ki, biz görüşürük mütəmadi olaraq qərar verildik ki, bugün Beynəlxalq Ana Dili günündə məhz Talış dili ilə bağlı olan bu tədbiri keçirdək. Əslində, digər xalqlarla da bu cür, Azərbaycanda yaşayan xalqlarla da bu cür tədbirləri həyata keçiririk. Çünki bu coğrafiyada olan bütün dillər bizim sərvətimizdir, bizim zənginliyimizdir. Burada olan folklor nümunələri, şeirlər, əhvalatlar, nağıllar, bayatılar, hər biri Azərbaycan coğrafiyasında, Azərbaycan dövlətinin içində yaşayan xalqların zəngin mədəniyyətinin nümunələridir, onun tarixinin bir göstəricisidir və vacib olan da odur ki, mən çalışıram kifayət qədər siyasi danışmayayım ki, burada oturan uşaqlarımız da bizi başa düşsün ki, bunun əhəmiyyəti, vacibliyi ondan ibarətdir ki, ana dilini öyrənmək çox vacibdir. Azərbaycan dövlətinin dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili bizi birləşdirən bir dildir. Azərbaycan dili bizim həm gündəlik ünsiyyət dilimiz, həm dövlət dilimiz, həm siyasi dilimiz, həm rəsmi dilimizdir və bu bizim konstitusiyamızda da qeyd olunub. Amma buna baxmayaraq, Azərbaycan dövlətinin də mövqeyi ondan ibarətdir ki, burada yaşayan bütün xalqları öz dillərini qoruyub saxlasınlar, öz dilində təhsil ala bilsinlər, öz dilində kitabları olsun, öz dilində jurnalları, nəşrləri olsun, verilişləri olsun, televiziyaları olsun. Öz dillərində ünsiyyət saxlamaqda heç bir problemləri yaşamasınlar. Çünki bu bütün Azərbaycanın, bütöv Azərbaycanın bir zənginliyidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 2014-cü ildə Cənab Prezident tərəfindən yaradılan zaman qarşıya qoyulmuş əsas hədəf, göstəriş də ondan ibarət idi ki, Azərbaycanda yaşayan bütün xalqların kimliyi qorunsun, Azərbaycanda yaşayan bütün xalqların tarixi qorunsun, dilləri qorunsun, mədəniyyətləri qorunsun. Bu istiqamətdə istənilən addımlar, layihələr, proyektlər həyata keçirilsin. Təbii ki, burada mütləq şəkildə vacibdir ki, yalnızca dövlət qurumu fəaliyyət göstərməklə, yalnızca dövlət qurumunun cəhdləri ilə bu olmamalıdır. Burada icmanın da aktivliyi çox önəmlidir və ona görə mən təşəkkür edirəm ki, belə aktivlik göstərilir və bu tədbirlər nəinki Bakıda, eyni zamanda regionlarda da keçirilməsi çox vacibdir. Ənənələrin yaşadılması, mətbəxin, geyimin, dilin, folklorun yaşadılması çox vacibdir və biz bunu yalnızca Azərbaycan daxilində etmirik. Müxtəlif kitablar, müxtəlif nəşrlərlə xarici ölkələrdə də biz Azərbaycanda yaşayan xalqların bütün ənənələrini, tarixlərini, folklor nümunələrini göstəririk. Bizim həm ingilis dilində, həm digər dillərdə çıxan kitablarımız buna nümunədir. Başqa bir nümunə də ondan ibarətdir ki, mərkəz olaraq biz Azərbaycanda yaşayan xalqların dillərində kitablar buraxırıq. Talış dilində də kifayət qədər kitablar nəşr eləmişik və əgər müraciətlər olarsa da gələcəkdə də bu kitabları nəşr etməyə çox şad olarıq. Biz bunları nəşr edirik, icmadan da xahiş edirik ki, Talış dilində nəşr etdiyimiz kitablarda mütləq bölgələrdə Talış icması, Talışlar arasında da mütləq yayılsın, uşaqlara çatdırılsın, uşaqlara da verilsin bu kitablar. Çünki dediyimiz kimi, nə qədər birgə fəaliyyət göstərəcəyik, nə qədər sıx, intensiv birgə işləyəcəyik, mənə elə gəlir ki, bir o qədər də gözəl nəticələr əldə edəcəyik. Beynəlxalq Ana Dili günü münasibəti ilə mən sizləri təbrik edirəm və bu tədbirə görə bir daha təşəkkür edirəm və əminəm ki, Talışdır, eləcə də bizim coğrafiyamızda olan bütün dillər əsrlərlə yaşayacaq, əsrlərlə qorunacaq. Necə ki, kimliklərimizi qorumuşuq, necə ki, bizim zənginliyimiz müxtəlifliyimizdədir və bu müxtəliflik bizi həmişə bir bütöv halında dünyada daha güclü edir. Mən arzu edirəm ki, bizim övladlarımız, bizim nəvələrimiz, ondan sonraki nəsillər də necə ki, biz bir masa ətrafında oturub bu tədbirləri keçiririk, onlar da eyni ənənəni qoruyub saxlasınlar. Bir daha xoş gəlmişsiniz, təşəkkür edirəm.
Teşekkür edirəm müəllim. İndi sizə söz verilir Talış İcmasının rəhbəri Profesor İmamverdi Həmidova, buyurun müəllim. Hörmətli tədbir iştirakçıları, hamınız xoş gəlmişsiniz. Sizi salamlayıram. Hörmətinə iştirakçım, olmaqasın, iyi vəkasın, şəməni həmə başıma salındır və rozim ki, şəmə umum, həniyyü, umru tədbirə də iştirak qaldı. Bizim tədbirimiz Azərbaycan dilində keçir. Rəvan müəllim dediyi kimi, biz bu dilə, ana dili, doğma dil, onun o elədir ki, mən danışdıqca o izah olunacaq özü. Bax, tədbirin adı ana dilidir. Beynəlxalq ana dili. İki sözlə ifadə olunur hər şey. Ana sözü aydındır. Hər kəs, hər bir insan öz anasına borcludur. O, ana onu saxlayıb, ərsəyə gətirir, dünyaya gətirir və dili öyrədən ana olur. Ana başlayır. Və sonra ikinci söz, dil. Bax, bu söz böyük məna kəsb edir. Sadəcə bir məfhumun ifadəsi deyil. Bu, ictimai, fəlsəfi, mədəni, tarixi, bütün bu məfhumlar bu sözdə ifadə olunmuşdur. Mən deyim ki, sizə bu fikir, mən bir elmi tədqiqat insanı kimi məşğul olduğum üçün biraz bu elmi düşüncələrə çox dalıram. Demək, dil sözünün özü ilə maraqlanmışam. Azərbaycan dilində işlənən dil sözü. Azərbaycan dili elədir ki, bizim xalq qonşu xalqlarla, qonşu deyəndə əsas İran, Fars, sonraki İslamdan sonra Ərəb və bu xalqlarla çox mədəni ünsiyyətdə olub və ona görə çox şeylər götürür. Bax, dil də del sözünün ifadəsidir. Sadəcə del, ürək deməkdir. Amma bax, bu insanın, xalqın müdrikliyi ondadır ki, ürək bilirsiniz necə orqandır. İnsanın varlığı, yaşaması, həyatda olması ürəklə bağlıdır. Əgər ürəyin döyünməsi qalırsa, vəssalam, insan yaşamır. Bu mənada o ürəkdə olan sözlər, fikirlər dil vasitəsilə büruzə verilir. Bax, bu məntiqdən o söz bu dildə ifadə olunmuşdur. Və bu baxımdan o həm də bir ünsiyyət vasitəsi kimi dil insanlar arasında böyük əlaqə yaratmaq üçün ünsiyyət vasitəsi olunmuşdur. Və bilirsiniz, dünyada mədəniyyət çox əhatəlidir, xalqlar çoxdur, burada ünsiyyət lazımdır. Və bu ünsiyyət, əlaqə insanın, o cümlədən bizim Azərbaycanda yaşayan xalqların birliyini təmin etmək üçün lazımdır və mövcuddur və vardır. Və bu baxımdan bu birlik bizə dilimizi qorumağa və eyni zamanda öyrənməyə və bizim atalarımızın qoyduğu o bütün mədəniyyəti mənimsəməyə və onu təbliğ etməyə imkan verir. Və dil haqqında bir də onu demək istəyirəm ki, dil elə bil ki, bir irsdir. İrs, yəni atalarımızın qoyduğu bir mədəniyyətdir. Bu mədəniyyəti biz inkişaf etdirməliyik. Və bu sahədə görülən işlər bütün bizim sadəcə ancaq dilin yox və mədəniyyətin inkişafına nəzərdə tutur. Bəşəriyyətin son dini uğuru olan İslam dini, biz İslam dininin daşıyıcılarıyıq. Və bu İslam dinində də insanların ünsiyyətinə böyük yer verilir. Ünsiyyət, əlaqə Quranda da göstərdiyi kimi insanlar üçün ən vacib bir şeydir. İnsanlar bir-birini öldürməməlidirlər. Ünsiyyətdə, əlaqədə öyrənməlidirlər, öyrətməlidirlər. Bax, budur insanların zənginliyi üçün yaranan və ona görə bu əlaqə, bu ünsiyyət İslam sözünün özündə də ifadə olunmuşdur. İslam, mən ərəbşünasam, ona görə Rəvan müəllim bunu deyirəm.
İslam ərəb dili elədir ki, 3 samitdən törənir bütün sözlər. S-l-m, sin-ləm-mim. Sələmə sözündəndir, İslam. Yəni, silm, sələm, sülh sözüdür. Kökü sülhdür. Bax, əsləmə, İslam, yəni sülhə gəlmə, barışığa gəlmə, dinc yaşamaq. Bu, çünki ərəb tayfalarının bir bəlası olub, bir-birindən döyüşüblər, öldürüblər. İslam onları birləşdi. Amma İslam ideyası bu yayıldı və çox yaxşı ideyadır. Və o yaxşı ki, bizim dinimizdə, bax, bizim üçün də, hamı üçün də o birlik lazımdır. Və bu yaşadığımız dövrdə biz ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasətinin bir başlıca cəhəti də multikulturalizmlə bağlı olan siyasətdir. Mən burada çox danışmaq istəmirəm, hamınız bilirsiniz və bunun sayəsində biz böyük uğurlar qazanmışıq. Multikulturalizm mərkəzi, əgər mən sadəcə Talış icması xətti ilə çıxan kitabları saymağı çox böyük vaxt lazımdır. Amma onlar dil və ədəbiyyatla bağlı olan kitablar xüsusilə əhəmiyyətlidir. Və Talış dilinin demək, öyrənilməsi haqqında ilk dəfə olaraq onun elmi cəhətdən qrammatikasını öyrənmək, qrammatikası haqqında kitab yazıldı. Profesor Əbülfəz Rəcəblinin dilin leksikası, fonetikası, morfologiyası elmi şəkildə ortalığa qoyulur. Dərsliklər yaranır. Onu da deyim ki, bu siyasətin nəticəsi olaraq Azərbaycan çox milli, yəni xalqları çox olan respublika, ölkədir. Və burada xalqların birgə yaşadığı yerlərdə, kəndlərdə məktəblər açılır. O cümlədən Cənub zonasında da və bu siyasətin nəticəsidir ki, ibtidai məktəblərdə, belə kəndlərdə Talış dili öyrədilir. Və ondan sonra, dildən sonra ədəbiyyat. Mən əgər sizə desəm, Talış dilində buraxılan ədəbiyyat. Sağ olsun, bax, multikulturalizm mərkəzi, bu mərkəz, bu ədəbiyyatların yaranmasında çox belə birinci dəfə olaraq rol oynayır. Bax, mən sizə ürəkdən danışıram, yadımıza salar tariximizi, Sovet dövrü, Sovet siyasəti, o da bir növ zəhmətkeşlərin, sonra xalqların birləşməsinin tərəfdarı idi, amma onun ideologiyasında başqa şeylər var idi. Belə olmasaydı, deyək ki, 37-ci ildə Talış dilində şeir yazan, ədəbiyyatı inkişafında çox mühüm rol oynayan Zülfüqar Əhmədzadə təqib olundu. Çox pis şəkildə təqib olundu, ona imkan verilmədi. Çünki Talış dilində yazıldı, istedadlı adam idi. Baxın, amma bax bizim günlərdə 2017-ci ildən başlayaraq multikulturalizm siyasətinin bərqərar olduğu Heydər Əliyevin əməyi sayəsində və möhtərəm prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət nəticəsində bizdə çox mühüm, yaxşı ədəbiyyatlar, kitablar yaranır. Bax, xalqın folkloru, Talış folkloru, orada əl olundan tutmuş, nağıllara, rəvayətlərə qədər hamısı əhatə olunmuşdur. Talış dilində, Azərbaycan dilində, iki dildə. Sonra bizim şairlərin, çox istedadlı şairlər var. Məsələn, Xilqətin qəzəl janrında yazılan çox dəyərli şeirlər vardır. Və ədəbiyyatın sonraki inkişafı, 20-21-ci illərdə Toluşa poeziya, məsələn, çox dəyərli kitabdır. Mən onu redaktoruyam və başqa bu ədəbiyyatın bütün sahələri və bu kitabları mən şəxsən təbliğ edirəm. Bax, mən onu deyə bilərəm, çox üzr istəyirəm, biraz elə bir uzadıram. Bax, mən bağlıyam İraqla, çünki ora gedirəm, elmi konferansda. İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, doktor, profesor Mu'taz, onu burada olub, bir dəfə, yenə gələcək, gətirəcək bura. Və o, İraqda bizim təcrübədən istifadə edir. Azərbaycanda multikulturalizmin tətbiqi. Çünki İraqda da çox sayılı xalqlar var. Bax, Türkmanlar, yəni Azərbaycan türkləri, Kürdlər, sonra Asorilər,
və ərəblər, o bizim təcrübələrdən onlar istifadə edirlər və gələcəkdə də istifadə edəcəklər. Və beləliklə mən bu işlərin təşkilatçısı, onu uğurla mən deyərdim, həyata keçirəm. Bizim multikulturalizm mərkəzi bizim doğma evimizdir, doğma yurdumuzdur. O məni çox sevindirir. Bugün bizim bax bu qəşəng balalar, ağsaqqallar və ziyalılar iştirak edir və bu tədbirin gedişatına o bir bəzək verir. Və sizi multikulturalizm mərkəzini, Rəvan müəllim, sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Şuna vamano ve yolakon ardedon. Başma teşekkür ardedon. Sağ olun, sağ olun. Aziz həmvətənlər, Beynəlmiləl Ana Dili Günü münasibətilə bugünkü məclisə təşrif buyurmuş hər birisi salamlayırıq və bu mübarək tədbirə dəstək olmuş Bakı Multikulturalizm Mərkəzinə, rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk. Birləşmiş Millətlər Təşkilatının UNESCO kimi mötəbər və nüfuzlu təşkilatı tərəfindən bu elan edilmiş bu xeyli mühüm gün mahiyyətcə heç də bayram əhvali ruhiyyəsini əks etdirmək naminə deyildir. Həm də bugün Rəvan müəllimin, Ramin müəllimin qeyd elədiyi kimi dünyada minlərlə dillər böyük sürətlə yox olmaq üzrədir. Bugün məhz həmin təşkilat, beynəlxalq təşkilat, UNESCO bir həyəcan təbilinin sədasını bizə buna çatdırır ki, bir vaxtlar bir neçə milyonluq dünyada 100 minlərlə dil yaşayırdısa, bugün çox milyardı, artıq 8 milyardı ötən dünyada təxminən 7 minə yaxın dil yaşayır, canlı dil yaşayır. Və bayaq qeyd elədik Ramin müəllimin, ən azı həftədə, 2 həftədə bir dil itir. Rəvan müəllim, üzr istəyirəm, Rəvan müəllim dediyi kimi itir və bu minvalla 21-ci əsrin axırlarında 90% itməsi gözlənilir. Yəni, doğrudan da həyəcan təbilinin sədası dünyada təsadüfi çalınmayacaq və xeyli təəssüflər olsun ki, bir vaxtlar qoca şərqin və bizim Qafqazın ən çox millətli, çox dilli bir ölkəsi olan Azərbaycanda da keçən əsrin 19-cu əsrin axırları, 20-ci əsrin əvvəllərindən başlayaraq bir çox səbəblərdən assimilyasiya prosesi baş verdi və bunun nəticəsində bir çox xalqlar ya yox oldu, dilləri yox oldu, ya da ki yox oldu. Və ona görə də həmin o xalqlar UNESCO tərəfindən bugün qırmızı kitaba, yəni yox olmaq üzrə olan kitablar siyasına daxil edilmişdir. Əlbəttə ki, 30-cu Sovet illərində keçən İmamverdi müəllim qeyd elədiyi kimi Sovet illərində 20-30-cu Sovet illərində müəyyən cəhdlər göstərildi ki, bu dillərin yaşamını, yəni vaxtını uzadılsın. Bu məqsədlə milli azlıqların dilində bir sıra tədbirlər, ciddi dövlət tədbirləri görüldü. Lakin təəssüf olsun ki, 37-38-ci repressiya illəri bu mübarək işi yarımçıq saxladı. Nəinki yarımçıq saxladı, hətta buna təşəbbüs göstərmiş, rəhbərlik etmiş insanlar kütləvi şəklində repressiyaya məruz qaldı, edam edildi, Sibirə sürgünə göndərildi və yalnız talışlar, yalnız yox, məsələn, bu yaxınlarda bildiyiniz kimi Türk
Qurultayının bir vaxtı ilə Türkologiya Qurultayının keçmiş 26-cı il fevralda 100 ili keçirilir. Həmin o qurultayın bütün təşkilatçı və rəhbərləri demək olar ki, hamısı həbs edildi. Sonralar sürgünə göndərildi. Onlar kimi, yəni böyük, bildiyiniz kimi Azərbaycanın görkəmli şəxsiyyətləri, onlardan mən Profesör Bəkir Çobanzadə, Profesör Vəli Bulutlu, Ruhullah Axundov, Hüseyin Cavid və digərləri kimi bizim Talışın da bir çox fədakar ziyalıları başda Talış dili və mədəniyyətinin banisi Zülfiqar Əhmədzadə olmaqla, Müzəffər Nəsirli, Böyükaxan Mirsalayev və digərləri də dil şəhidləri oldular. Və nəinki onlar özləri dil şəhidləri oldu, bizim xalqlarımızın adları da yasaq edildi. Və təkcə Talışın yox, elə Türk xalqının, yəni bugün titul xalq sayılan, çoxluqda olan xalqın adı da yasaq edildi. Və əgər biz Talışlar nə qədər sayımız azaldılsa da, lakin öz adımıza heç olmasa 80-cı illərin axırlarına da nail olsaq da, Türk xalqı hələ də adı yasaq edilmiş siyahidədir. Və 30-cu repressiya illərindən sonra SSR-də Sovet xalqı bir məhkumu yaranmağa çalışdı ki, bu da mono dövlət, mono dil, mono xalq yaratmaq ideyası idi. Bu da baş tutmadı, şükür Allaha. Və 80-cı illərin sonlarından başlayaraq qismən də olsa yenidən bu milli dillər, azlıqda qalan xalqların dillərinə tərəqqi yol verilsə də, bu SSR dönəmi çox davam etmədi. SSR dağıldı, müstəqil dövlətlər yarandı və o cümlədən bizim Azərbaycan öz suverenliyini əldə etdi və təbii ki, digər ölkələr kimi Azərbaycan da müstəqilliyə qovuşduqdan sonra bir sıra rəsmi sənədlərə imza atdı, milli azlıqların hüquq və vəzifələrini qorumaq haqqında həm ölkə daxili, həm beynəlxalq sənədlərə və bizim baş qanunumuz olan Konstitusiyamızın 45-ci maddəsində bütün xalqlara öz dillərində danışmaq, dillərində dil, mədəniyyəti inkişaf etdirmək hüququ verildi. Lakin bayaq qeyd edilədiyimiz kimi, bugün dünyanın bu böyük qlobalaşma prosesində, dillərin sürətlə itməsi prosesində, yalnız bu azadlıq hüquqlarının verilməsi və müəyyən formal da olsa müəyyən sənədlərin, direktiv sənədlərin qəbulu heç də xalqların dillərinin tədricən yox olmasının qarşısını ala bilmir. Bunun üçün həm dövlətin, həm qeyri-hökumət təşkilatlarının, həm xalqın özünün, həm xalqın önündə gedən ziyalılarının birgə səyi və birgə fəaliyyət olmalıdır. Bu işdə dövlət tədbirlərindən ilk öncəsi, ilk əsası mən deyərdim ki, təhsil sistemi üzərində olmalıdır, təhsil öz islahatlarına olmalıdır. Əgər bugün milli azlıqların yaşadığı regionlarda 1-ci, 4-cü sinif səviyyəsində, ibtidai siniflərdə dərslər keçirilirsə, bizim fikrimizcə bu, yəni həmin o tədbirlər kompleksində 1-ci sinifdən 11-ci sinifə qədər, 11-ci sinifdə daxil olmaqla heç olmasa həftədə 2 saat ana dili və ədəbiyyatı fənninin icbari fənni keçirilməsi proqramlara salınmalıdır. Və bundan başqa Azərbaycanda bütün digər, təbii ki, bu müəllim kadrları hazırlanmalıdır. Müəllim kadrlarının hazırlanması üçün isə həm mərkəzdə Bakıda, həm regionallarda mövcud olan ali məktəblərdə, kolleclərdə müəyyən fakültələr və fakültələr, kafedralar yaradılmalı və bu dil həm də Azərbaycan Elmlər Akademiyası və onun müvafiq filiallarında, yəni regional filiallarında təbliğ və təşviq olunmalıdır, öyrənilməlidir. Bu barədə mütəmadi konferanslar, praktik və elmi konferanslar keçirilməlidir. Və təkcə Təhsil Nazirliyi yox, həm də Mədəniyyət Nazirliyi, Gənclər Turizm Nazirliyi, dövlət bayaq Rəvan müəllimin qeyd elədiyi kimi televiziya, radio komitəsi, mətbuat
kitab nəşriyyatları və digərləri də bu işə birgə, yəni səy göstərməlidirlər. Məsələn, bu xeyli mühüm işdə mən bir nümunə olaraq Bakı Multikulturalizm Mərkəzinin bugünkü tədbirini göstərmək istəyirəm. Bax, bu yolda. Yəni, əslində bir ana dil tədbirinin keçirilməsi, bu bir nümunədir. Bütün Azərbaycanda, nəinki Azərbaycanda siz qeyd elədiniz, dünyada bir ana dili tədbirinin keçirilməsi üçün bir addım, yəni o xalqların xilası naminə bir addım hesab etmək olar. Amma bu ilk addım deyil. Bakı Multikulturalizm Mərkəzinin birinci, ən böyük, möhtəşəm addımı bu yaxınlarda 21 mayda, yəni keçən il Bakı şəhərində Rəşid Behbudov adlı teatrda keçirilən Talış folklor məclisi idi. Yəni, mən fürsət var ikən yenə də o Multikulturalizm Mərkəzinə öz təşəkkürümüzü bildiririk ki, onların dəstəyi ilə biz belə bir möhtəşəm bir konserti Bakı şəhərində keçirə bildik və elə o vaxt qərar alındı ki, inşallah regionlarda da bu davam belə olunsun və inşallah ümidvar ki, qarşıda bir çox belə vacib tədbirlər davamlı olacaqdır və may ayının axırında inşallah biz dua edirik Allah ki, baş tutsun. Astarada belə bir möhtəşəm bir tədbir, növbəti folklor məclisi tədbiri keçirmək niyyətimiz var və ilk dəfə olaraq artıq burada yalnız bizim bildiyimiz o ənənəvi kollektivlər yox, həm də uşaq və gənclərdən, məktəblərdən ibarət Talış, xor, folklor kollektivləri meydana çıxacaqdır və inşallah onlar da nəinki biz Talışları, cəmi Azərbaycanda yaşayan xalqları sevindirəcəkdir. Əziz həmvətənlər, əziz məclis iştirakçıları, əlbəttə ki, hər bir canlının kimi bəşərin də bir məhdud bir ömrü var. Xalqın da, o cümlədən xalqların da, dillərin də. Amma insanlara dilədiyimiz xoş və uzun ömrü bütün xalqlara və dillərinə də diləyirik, arzulayırıq. Xalqlarımızın və dillərimizi yaşatmaq və tərəqqisi naminə mücadiləyə qoşulmuş hər kəsə, o cümlədən bu məclisin iştirakçılarına və məxsusən bu fidan balalara və onların valideynlərinə dilədiyimiz o ən xoş günləri arzulayırıq Allahdan. Allah onları qorusun, yaşasın bizim əbədi yaşasın bizim vahid evimiz Azərbaycan və 1000 illərdən bəri bu evdə çiyin-çiyinə dayanmış cəmi xalqlarımız və onların mübarək dilləri. Salam olsun. Bu kitabları sizə veririk, apara bilərsiniz. Bu Əli Nino, məşhur Əli Nino romanıdır. Talış dilində bizim mərkəz tərəfindən çap olunubdur. Sadəcə bir nümunə idi. Uşaqlar üçün olan kitablarla da bunlar da uşaqlarımıza bir hədiyyədir inşallah. Təşəkkür ederim. Siz sağ olun. Siz de götürürsünüz Ali Nino'nun Götürün, çok sağ olun. Teşekkür ederim Erhan Bey, teşekkür ederim. Daha insider söz Talış dilinin gözəlliyini, saflığını bizə çatdırmaq üçün gələcəyimiz olan balalarımızındır. Amma zannam ki, muazzavun, milli hestimun, milli kibimun, muazzavun ikubinu belə. Ömür çamam qədər qalın çamam qalmamin, ömür çamazavun da şehir oltan, mahne handansa, amma ümumi hestiki çamazavun halar şestus olan, haftus olan qarşıya, az sabta paçarun, tuan, mon və sahbi olsudan ki, avun işte muazzavun şmaçama pırdanın ümitaşına. Baxşizadə Nihat Samarı Aydın Rıza Baxşizoda qəhrəman həzi şeiri vaxtı. Nihat Sumqayıt şəhərində 4 saylı məktəbdə oxuyur. 4 saylı məktəbin 7-ci sinif şagirdidir. Nihat şeiri bağı sana. Əslış toluş ətək, həzir çəmə, təxiri, əv yola, generali, şiri, pələngə, nəri, de, faciş mecangədə, əfsanə bə, tufan bə, Sovyeti ittifaq də, dikərə qəhrəman bə, deşdə mərdə sərbazan, peneştə bə, bətangi, Romərdə bə, meydanda, bənəyəd rahat yasbi, Azərbaycanda hestin, luş oğudan, mərdə, bələy həzi cangəvər, dikərə qəhrəman bə. Mesela o da
çı Bərişa Əliyevi Ağılın İrənçı Allahverdi Bayrami Küləşər şeirindən. Ha ağlım, ağlım, çənə şəkən oğlum, şımahım mən ozayon, çənə sürfə gözəyon, bəyəndi bu kovayon, zəmini astovayon, çıxəşəngə ülkinon, bilə çangə ülkinon, bənə kişə pandədən, üstə səyər randədən, çağınıvıl dəçindən, kitabını etindən, şidən və məktəb təməz, jogo omeydə bəmən. Vili səpə vıl beşə, bətəmşo bulbul beşə, umidənən hisobi, bahandənən hisobi. Veyğədmə ümvətəm, şimə buğul, igidməm. Əbun həzi babəkim, çəmə çəşi bəbəkim. Çıkopardon kospukar, çamanomi rospukar. Zomsoni angı ano, gılvunaku gatsarar, limon, mandarin, limon. Ehey, egnen bade hırdano, ımşar bude hırdano, şoşur bukan, raks bukan, çile ide hırdano. Əsas-Səxani mədətli Şəbnəmi döydəmin mədətli Şəbnəm çı Bəxtər Ruşinin qıtı şeiri bəvəti Şəbnəmən 20 nömrəli məktəbi 8-ci sinif şagirdidir. Mən itməş ilhan qıtı, quşdu şabardan batı, nə qilbəçənən kijan, nə cültimon nijan. İştə dumilov nedəş, səy baharanov nedəş, rüşnə dayda çəşanı, qıtçanıstı quşanı. Nə bəfisти, nə mijə, bədan batı az bijə, bijə bahar şo bəbeş, çipələngi to bəbeş, əqəq nişəni morə, bəhüteş bəjəş xörə. Təşəkkür qadanlar Şəbnəm. Qarayev Ümid, Saykubabu az Toluşin, Çır Həbibi Heybəti şeiri, Ümidən Sumqayıt 210, Bakı şəhər 210 nömrəli məktəbin 4-cü sinif şagirdidir. Babam toloş, nənəm toloş, dədəm toloş, inəm toloş, zovam toloş, çinəm toloş, Saykubabu az Toluşin. Rospov'dan kimin olayım, ama xalqon bizlə olayım. Gəl bir zaman dünya demi, sərq babu az toşun. Aveslə bə kimikdov, və bində memnun əzom. Bəvum həmə vardə və tam, sərq babu az toşun. Arzu kardan bəsədəsən, az bu maşan düşdəqsən. Zaqabovdan qır toşun, sərq babu az toşun. Sərbi, Ümid, təşəkkür qadanlar. Baxşizoda Aylin, Toluşa Balam, Çı Aydın Rıza, Baxşizoda şeiri, Aylin, Bakı, Sumqayıt şəhəri 4 nömrəli Tamurda məktəbin 6-cı sinif şagirdidir. Kardan toluşu, zuman rəddivan, Gepija şune bmədə buvan, laylay inan, az bevan qırban, şine toluşu, mahna gidən, Toluşa Balam, Rigovan gidən. Aylin, təşəkkür qardaş. Ömrü Çavan Mərsədə ancaq çıl məktəbi şagirdunni Çavun Sallaf qədələ baluna iştirak qardıda Çavun kıqılan Eleonora Məmmədovayı Eleonora ro pensinesti ev ömrüş çı Zülfüqar Əhmədzoda cırcırama şeiri bağıtı. Eleonora, işte şeiri bağıt. Cırcırmaka, tamazımızız. Maka, mili maşın bıhbaha, bıda şudu yevnaha. Mesela Gülara Əsgərzoda, çı Bəxtiyar Rüşidi Qardanın batı. Çəmən şeirunla
Video çama folkloruna ömür çama mərsədə. Otabağı ama zdam ki toşazığını, sopati, çağancınatı çama folkloruna da folklorun çama mon, çama inon, dodon ko bana umutaba, bamaşın amonakta. Amanan ömür folklorun da bağma amonaktaki duanın yersi. Çama Elif Məmmədova Çama da folkloru ipo bakardı. Elif'in 3 yaşı var ve biz burada bariz bir numunəni də görəcək. Elif nənəsiyle gelip Bahar xanımı da salamlayırıq burada. Çünkü her bir dili övlada gələcək ötürən anadır, nənədir. Bugün Elif ola bilər çətinlik çəksin, nənəsi ona köməklik göstərəcək. Buyur Elif. Ama ala basamı ama lohta dosamı ama dof lebada ama samak kaşimu ama Neyse abi Elif teşekkür kardeşim. Bugün Hümeyra balamız bize bir mahnı da hazırlıyor. Sözleri Məstan Günlərin olan musigisi Polad Bülbülovun Şən Azərbaycan mahnısını ifa edəcək. Buyur Hümeyra. Ben yine söhbət açım ilk baharından. Nəğməmizlə bir də keçim öz diyarımdan. Bol bəhrəli muğam düzü, min düzü, şirvan düzü. Gəl gəl deyir Şən Azərbaycan. Tər günləri şəfalıdır, göy gönlə səfalıdır. Hər yanı gülşən Azərbaycan. El qızları düzüm düzüm kür qırağında. Min gül açıb gəncəmizin hər budağında. Dost elləri Qarabağın dağlı qarlıdır. Gen çölləri bu torpağın xoş baharlıdır. Bol bəhrəli muğam düzü, mil düzü, şirvan düzü. Gəl gəl Şən Azərbaycan. Tər gülləri şəfalıdır, göy gönlə səfalıdır. Hər yanı gülşən Azərbaycan. Hər damlası layla çalan göy Xəzər var. Hər ulduzun nəğməm olan min şəhərim var. Keçdim yenə çiçək çiçək hər mahalına. Öz yurdumun doymaz ürək yüz vüsalına. Bol bəhrəli muğam düzü, mil düzü, şirvan düzü. Gəl gəl Şən Azərbaycan. Tər gülləri şəfalıdır, göy gönlə səfalıdır. Hər yanı gülşən Azərbaycan. Çok sağ olun Meyra, teşekkür ederim sana. Artık məclisimiz sona yaxınlaşır. Biz uşaqları bugünkü çıxışına görə onları ruhlandırmaq üçün gələcəkdə və təhsillərimizə daha da şən iştirak etmək üçün diplomlar və hədiyyələr hazırlamışıq. İstəyirəm onları bir-bir dəvət edin, diplomlarını və hədiyyələrini təqdim. Doğrudan bizim dilimiz birinci dövlət dili. Azərbaycanda yaşayan xalqların ikinci sırada talış xalqları dili. Mən belə bilirəm ki, ikinci sayda, birinci sayda bir talış dili. Yəni bu çox önəmli dildir. Bu dildə deməli elə şeirlər yazılır ki, sadəcə adam heyran qalır onun şeiriyyətinə. Onun qafiyələrin uyğunluğu var, sözlərin bir-birinə necə yaraşdırırlar bizim şairlər, çox qəşəng alınır. Yəni, belə demək istəyirəm ki, talış dili də ədəbiyyat, şeiriyyət dilidir. İndi qulaq asanlar onun deməli şeir deyiləndə istər-istəmez hiss edirlər ki, bu şeirdə nəyəsə bir təravət var, bir nəyəsə cəlbedici bir xüsusiyyət var. Adam istəyir ki, qulaq asında diqqət də var. Mən də Honi jurnalını buraxıram, uşaqlar üçün təsisçiyəm. Mən istəyirəm ki, bu Azərbaycan deməli, belə xalq multikulturalizm idarəsinin dəstəyi ilə, onların rəhbərliyi ilə o jurnalı daha da
mən genişləndirib, orada daha vətənseverlik, vətənpərvərlik, dövlət müstəqilliyimizi müdafiə edən, tərənnüm edən əsərlər, şeirlər yazılsın, nağıllar yazılsın həmən kitabda. Yəni, burada hamıdan sizin dəstəyinizin mən istəyirəm ki, o jurnalımız çıxsın. Talış mətbuatında yeganə jurnaldır ki, çıxır uşaq ədəbiyyatına dair. Nəysə, sözü uzatmıram. Uşaqlara görə mən də həvəsə gəldim. İstəyirəm uşaqlar üçün yazdırım. Folklor ədəbiyyatına aid bir şeir edilsin. Zandaqo. Eşitmişsiniz bəs, köhnə belə bir şeir var. Zandaqo. Ancaq mən onu müasir variantı yazmışam. Çekərşən də ımşanqo, olmay bəso Zandaqo. Əkək düşə vaxtı be, dəvaz düşünü fəto. Nənə piyatçı vedirə, ay bu dişi itkərə. Hayvun qan dişiləğə, kar dişi qura-qura. Nənə bəy yoluş vardı, koyuna mehı ukardı. Hayvun bir dişi bala, bəddi imun uqardı. Bala şişini dişi, hani dardğamış dişi, oşan dəbi dümbələ, sibi qəvdəş kapışı. Zandaqı şobe vosi, bala zon tasbi xosi, nənə poylaş davasti, ayləçə, şıt səbi vəsi. Ruhat sokit mantıqo, nənə düşüşü jogo, boşda mani handabi, ha Zandaqo, Zandaqo. Kardanın bağışlar müdafiədaşdır. Ümeyra Əskərzoda dəvət qardidamın zəhməti. Mesela, ama işte dipini aydırkan, o şekilde bakarsın. Ama işte kadar bakşayı, tamam kabul bakalım. Teşekkür kardanlar. Əskərzoda dəvət qada piramidlara ve barza sədən Teşekkür ortamın batık yetiş ama zıvanda çok uzun şehirde vardı. Ama ünlü kardam ki jügo tədbirin varma da tırştan iş bağ vardı. Ve ama şu kadar teşekkür kardam bir dakika şu şekilde bakarsın. Şu kadar bakşan batı təqdim bakam. Bakşayı təqdim bakalım hakkı. Bunu da tutmam bak. Vesaire teşekkür kardamlar. Aynen, teşekkür botanın batı, taşama zıvına da şehir botar, şama koğuşa zıvını zındaş, ama ümümünesi ki vağmadan təlbirin işte ifana itken kaşan ve böyle reçim var. Çamaklatı da diplomi, amaçlı da volaçanga, kada hadiyen bamakı, zahmeti, kabul, aynen şekli botaşın. Kada hadiyen bamakı kabul, vesaire, teşekkür botanın batı. Bakardı, İmam verdim məlim, ban zahmeti. Tebrik ederim. Çok siz de geldiniz. Çok kolayca şekilde terk edelim. Köylü sen de dayan bakalım. Bir daha da bakalım. Şərtləndi Mədəddin diplomunu da Gül Çələngini Ramin müəllim təqdim etsin. Bu kiçik hədiyyə də bizdən sizlərdir və şərtlə. Veysəli, təşəkkür edirəm ki, Kəmalımızda şeir votaş. Dur Hilal Məmmədov təqdim etsin. Ve səbəbi ümid taxt balaca fidanlarımızın Eleonora Məmmədova. Eleonora Məmmədovanın diplomunu da Gül Çələngini hörmətli Araz müəllim təqdim etsin. Gül de götürdüm.
Baxın cəmaat olmasın. Hədiyyəsini də verək. Baxın, bir dənə baxın. 3 yaşlı Elif Məmmədovanı. Elif, ana kişimu, ana ara kaşimu, ana tahta poşimu. İstəyirəm ki, Elif üçün çox belə xatirə olaraq bu gün qalsın. Professorumuz, hörmətli İmamverdi Həmidova dəvət edir ki, Elif'in diplomunu və bir müddət olaraq təqdim etsin. Tut. Ay sağ ol. Ha, çek. Hədiyyəsidir. Hədiyyəni özü daşıya bilmir, mən kömək edərəm. Buyur, ondan da çəksin. Tuta bilərsin, aç batı. Oy maşallah. Bəsəvi, Elif, batı təşəkkür kardan ki, çəmazlarında posa fokra nümunu nümütə vot edər. Qılmışızdan daşdı. Edirəm Əkbər Ağayevi. Əkbər Ağayev bizim bugünkü tədbirimizin sonluğunu bir gözəl ifa ilə bağlayacaq. İfası sonda olacaq. Amma diplomunu əvvəlcə təqdim etmək istəyirik. İstəyirəm ki, xatirə qalmaq üçün İlham müəllimə dəvət edim, Əkbərin diplomunu ona təqdim etsin. Əkbər musiqi məktəbinin tələbəsidir və profesional musiqi ilə məşğuldur, savadlı musiqi ilə məşğuldur. Amma Vermont Umumneseki Valmada və Toluşu Barza Səviyyədə mahnıyın ifu bakardı. Amma bana ve bacıcıdır. Ama Toluşan mahnıyın mahveden şıdır. Vesaire Əkbər. Hörmətli qonaqlar, əziz valideynlər, dəyərli ziyalılarımız. Təşəkkür edir ki, bugünkü tədbirimizə qatıldınız. Mən biraz tarixə varmaq istəyirəm. 1992-ci ildə Bakı şəhərində Gənc Tamaşaçılar Teatrın binasında Respublika Talış Mədəniyyət Mərkəzinin Talış mədəniyyətinə həsr etmiş konfransı baş tutmuşdu. O konfransın bədii hissəsini bizim hörmətli professorumuz Vagif Nəsirlinin Talış dilim şeiri ilə bağlanmışdı. Təəssüf ki, bugün səhətin əlaqədə olaraq Vagif Nəsirli tədbirimizdə iştirak edə bilmədi, amma öz təbriklərini səslə göndərmişdi və xahiş elədi ki, onun bu şeirini o tədbirin ənənəsinə hörmət əlaməti olaraq sonda səsləndirin. Talış dilim. Kim deyir ki, sən ölüsən, aşıb daşan dağ selisən, ulu babamın dilisən, din dillərə qarış dilim, talış dilim, talış dilim. Hər bir kəlmən şirin səsdir, dinləyəndə qəlbim əsdi, xəcalətdə qaldın bəsdir, kürsülərdən danış dilim. Talış dilim, talış dilim. Torpaq şehi kəndən alır, zil gücünü bəndən alır, ürək odu səndən alır. Dodaqlarda alış dilim, talış dilim, talış dilim. Bir günahın dərd mənə, gec baxmışam bəzən sənə, üzr istəyirəm dönə-dönə, övladınla barış dilim, talış dilim, talış dilim. Tədbirimizin ərsəyə gəlməsində Bakı Beynəlxalq Multikulturalizmin rəhbərliyinə Rəvan bəyə, Ramin bəyə, Araz bəyə və hörmətli Əsmət xanıma və ümumiyyətlə bütün işçilərə təşəkkür edirəm. Həqiqətən Allah pərdə arxası bəzi məqamlar var, onu biz bilirik, çox kömək edirlər bu işdə. Və təbii ki, icmamızın sədri və çox istədik ki, Allah bir adı uzun ömür versin, həmişə yanımızda olasın, hörmətli professorumuz İmamverdi müəllimə. Və bu tədbir bir daha multikultural dəyərlərə verilən qiymətin və yüksək nümunəsidir. Həm də bizim gələcək övladlarımız olan uşaqlarımıza da bir nümunə oldu bugünkü tədbir. Bir əlavə edeyim, tədbirin hazırlanmasında böyük rolu olan Könül xanıma. Və
xüsusi bir təşəkkürüm var. Bugün uşaqlara verilən bu hədiyyələri, diplomların, güllərin təşkilində, təqdimatda bizə dəstək olan hörmətli Talış xalqına və onun mərd, öz millinə, dilinə, mədəniyyətinə, milli kimliyinə hörmət edən, onun yaşanması üçün əlindən gələni əsirgəməyən hörmətli Talış ziyalarına təşəkkür edirəm. Tədbirimiz artıq sona çatır, hörmətli qonaqlar. Və sabah təşəkkür qardan ki, vaxtın çoxa, oman, bamana, İvradan tədbirdə iştirak edirdi. İşte hırdanın vardı, çanıca hırdanın var, kum ve zahmetin kaşayda ölmüş az fiskardan bir kama bu çəmin zahmeti qıymatımındı. Az ver şubeden ki, çama hırdanın ölmüş bama da bin az da balediyonun xosa rüşüm tutuşmak, xaşılman ve sabah təşəkkür qardan başma. Tədbirimiz artıq sona çatır. Səhnəyə Lənkəran şəhər Cəfər Cabbarlı adına bir nömrəli musiqi məktəb müəllimi olmuş hörmətli xanəndəmiz İmamverdi Ağayev və onun layiqli davamçısı və tələbəsi, hal-hazırda musiqi məktəbinin tələbəsi olan Əkbər Ağayev'i dəvət edilir. Onlar bugün bizə yüksək vətənpərvərlik ruhunda Bayatı Şiraz muğamı üzərində qurulmuş Şina Muar Xosa Vətən mahnısını ifa edəcəklər. Hörmətli qonaqlar, əziz valideynlər və övladlarımız, təşəkkürdür ki, bugün tədbirimizə gəldik. Və sabah, xıdu amına davamanda, dəvə olma, vindəmuni qədər, xudafiz vətəndaşlar.
maşoli, mot kardeşim maholi. Kinalem şaraboni, takardı da zafaroni. Sana daşti maşoli, mot kardeşim maholi. Opşume Osman'a Magale çinem bide Hameysan reçiçide Vaşide bandona da Opşume Osman'a Magale çinem bide Hameysan reçiçide